fəaliyyət, xidmət göstərir. Qarabağ ordeni Vətən uğrunda və Cəbrayılın azad edilməsinə görə medallar təsis edilir. Kənddə onun adına abidə kompleksi ucaldılır. Hər il doğum günü münasibətilə abidə tədbirləri keçirilir. İkinci şəhid Turab Rəcəb Aliyev. O 2020-ci ilin noyabrın 23-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid oldu. Turab kənd qəbristanlığında dəfn edilir və onun xatirəsi daim əziz tutulur. Üçüncü şəhid Cahan Qasımovdur. Cahan 2001-ci il təvəllüdlü gənc bir igiddir. Vətən uğrunda canını fəda edən bu qəhrəmanlı Qancaq kəndinin burun toprağı. Bu üç igid övladın hər bir xalqımızın azadlığı uğrunda canından keçmişdir. Kənddə onların xalqlarına qisələr yaradılır, şahidlər tərəfindən onlara həbs olunmuş şeirlər səsləndirir.